Qafqazın ən böyük məscidlərindən biri olan Heydər Əliyev məscidinə möhtəşəm panorama. Azərbaycan. Bəli, biz ərazinin ən premium yerində 9 sotda inşa olunmuş bir villadayıq. Layihəsi necədir? Sizinlə tanış edeyim. Elektron qapıdan avtomobilinizlə daxil olduqda birbaşa qaraja daxil olursunuz və sol tərəfdə olan yüksək hasarlarımızı da şam ağacları bəzəyir, gözəl görsənir və hovuzu. Böyük bir hovuzu var. Hasarları da hündür olduğu üçün hovuzun içərisi görünmür. Tikili isə 4 mərtəbədir. Ağla ilə üzlənib, sahəsi isə 1280 kvadrat metrdir. Arxa hissədə söhbətgah, burada isə böyük bir yay qış mətbəxi. Buyurun, tanış olun. Bu hissəni elə gözəl bəzəyiblər, sanki gül bağçasındayıq. Bu böyük masanın çevrəsi rəngarəng güllərlə əhatələnir və qarşımda da manqal. Bu villada təhlükəsizlik sistemi yüksək səviyyədədir. Kamera sistemi, hərəkətə həssas sensorlar və ən əsası villa mühafizə polisi tərəfindən qorunur. Burada isə yüngül idman alətləri. Tikili haqqında sizlərə qısa məlumat verim. Zirzəmi birinci, ikinci mərtəbə yaşayış üçün, mansardı isə istirahət görüşət üçün nəzərdə tutulub. Ümumilikdə 2 geniş qonaq otağı, 1 böyük mətbəx, 4 yataq otağı və 8 hamam otağından ibarətdir. Villanın qiyməti və ətraflı görüntüləri üçün bu videonu bizə göndərməyiniz kifayətdir.